Salam, hər vaxtınız xeyir olsun. Bu dərsimizdə AI, AY, OI, OY hərf birləşmələrini öyrənəcəyik. Dərsin əvvəlində son keçdiyimiz əsas iki qaydanı bir xatırlayaq. C hərfindən sonra EIY hərflərindən biri gəldikdə sözdə S kimi oxunurdu. EIY hərflərindən başqa hər hansı bir hərf gəldikdə isə o zaman C-ni K olaraq oxuyuruq. City, cake. G hərfindən sonra yenə də qızıl üçlük hərflərindən biri gəldiyi halda E, I, Y hərflərindən biri gəlsə, G hərfi C kimi oxunur. Digər hallarda, yəni əlifbadakı digər hərflərdən biri gəldikdə G hərfi Q olaraq oxunacaq. Gym, game. Ekranda gördüyünüz adların daxilində olan hərfləri tək-tək oxuyun. 5 saniyə ərzində oxumağa çalışın, ondan sonra mən tək-tək hərfləri söyləyəcəm və hansı hərfi bilib-bilməməyinizi yoxlayın. Martin. Taylor. Patrick. Britney. Marks. Raymond. Ekranda gördüyünüz hərfləri məndən öncə 3 saniyə ərzində söyləməyə çalışın. P, T, A, I, Y, X, J, V, E, Q, U, O, H, M, C, K, W, S, N, G, F, R, D, L, B, Z və ya Z.
AI və AY hərf birləşmələri A kimi oxunur. Diqqət edin, AI hərf birləşməsi daha çox sözlərin ya əvvəlində olur, ya da ortasında. AY hərf birləşməsi isə daha çox sözlərin sonunda olur. Mən əksərən daha çox belə sözləri işlədirəm, çünki ingilis dili daxil bütün Avropa dillərində demək olar ki, qaydaları 100% keçərli olmur. Dediyim kimi 2-3% istisna olur. Hansısa sözdə siz AY hərf birləşməsini sözün əvvəlində və ya ortasında görsəz, bu sizi təəccübləndirməsin. Yəni istisna qaydalar hər zaman vardır. Məndən sonra uca səslə təkrar edin. Aim, paint, waste, train, mail, may, lay, way, say, play. Bir məsələ haqqında da danışacağım burada. W hərfinin iki sözdə burada W hərfi ilə başlayır iki söz. W hərfinin adı ingilis dilində W deməkdir. Double qoşa deməkdir. U isə bildiyimiz, yəni U hərfidir. Azərbaycan dili əlifbasında U, ingilis dilində U-dur. Baxın, qoşa U adının tərcüməsi dilimizə belə olur. Çox təəssüf ki, yəni bir çox dil öyrənənlər, tələbələr və ya artıq dili danışanlar W hərfini nədənsə V hərfi ilə qardaş sayırlar və sözü belə tələffüz edirlər. Yəni W-nu söz içində bu formada waste, way kimi tələffüz edirlər. Əksinə, W hərfi tələffüz edilərkən daha çox U səsinə oxşuyur. Misal üçün, way, waste. Dodaqlar bir-birinə toxunmur və tam V səsi demirik. Yəni dilimizdə belə deyək. Valideyn deyərkən biz necə deyirik? V-nı tam səsləndiririk. Amma ingilis dilində W-nu bu formada səsləndirməyin və özünüzü də indidən yəni belə vərdiş etməyin. W-nu daha çox U səsinə oxşadırıq. Çünki öz adı da bunu bizə deyir. W, qoşa U. Waste, waste, way. Mən bu səsi səsləndirərkən dodaqlarım bir-birinə toxunmur. Waste, way. Bir daha sözlərin üzərindən gedək. Play, say, way, lay, may, mail, train, waste, paint, aim. OI və OY hərf birləşmələri ingilis dilində OY kimi oxunur. OI hərf birləşməsi daha çox sözün ya əvvəlində, ya da sözün ortasında görə bilirik. OY hərf birləşməsini isə əksər hallarda sözün sonunda görürük. Əslində biraz əvvəl də öyrəndiyimiz hərf birləşmələri vardı. Yəni AI, AY və indi öyrəndiyimiz OI, OY. Bunun yəni sözün ortasında və ya sözün sonunda olması sizə necə yardımcı ola bilər? Sözü eşitdiniz, misal üçün toy sözü. Bu sözü yazmaq istəyirsiniz və siz bilmirsiniz bu sözü OI ilə yazasınız, yoxsa OY ilə yazasınız. Bu halda nə olur? Sözün sonundadsa həmin oy səsi, baxın toy dediyimdə sözün sonuna oy düşür. Və siz bilirsiniz ki, artıq sözün sonunda OY olaraq yazasınız. Və bu formada da yazırsınız. Yəni yazarkən də sizə bu imlada yardımcı ola bilər. Və ya soil sözünü eşitdiniz və bu sözü yazmaq istəyirsiniz. Soil sözündə baxın, sözün sonu L səsi ilə bitir. Deməli, oy sözün ortasına düşdü və sözün ortasında yəni oy səsi OI hərf birləşməsi ilə yazılır. Bu formada yəni yazarkən sizə yardımcı ola bilər. OI sözün əvvəlində və ya ortasında, OY isə daha çox sözün sonunda olur. Məndən sonra uca səslə təkrar edin. Oil, coin, soil, spoil, point, boy, toy, destroy, deploy, annoy. Bir daha. Oil, coin. Coin sözündə C hərfinin qaydasına nəzər yetirin. Qızıl hərfi yoxdur, ona görə K kimi oxunur. Soil, spoil, point, boy, toy, destroy, deploy, annoy.